Bəli, diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri davam edir. Hazırda biz 1-ci Şuşa yaşayış kompleksindəyik. Diplomatlar burada sakinlərlə də tanış olurlar, onlarla həm söhbət olurlar, yaşayışlarıyla maraqlanırlar. Mənimsə yanımda Fransanın Azərbaycandakı səfiri Anne Boyan var. Hi, Madam Ambassador, I have one question. I suppose this is your first travel in Şuşa. I would like to hear your impression. How's your impression? Salam, good morning. Yes, this is indeed my first time in Shusha, and I'm very happy to be here. For me, it's a real opportunity to discover this city, and as I said before, I mean, I know this is a city which is very dear to the heart of Azerbaijani people, because it played a very important role in Azerbaijani culture, and we visited some museums dedicated to the famous composers, singers, poets who helped to build, the Azerbaijani culture over the years. So I'm quite, impressed by the reconstruction work and the fact that this very important cultural institutions, symbols of Azerbaijan culture are being brought to life and open to visitors. And so I would also encourage people to visit Shusha, because I think it's also a good way to know better Azerbaijan. Thank you very much. Deməli, xanım səfir bildirdi ki, burada olmağımdan çox məmnunam. Biz burada Azərbaycanın mədəniyyətində mühüm rol oynayan muzeylərlə tanış olduq. Hansı ki, Azərbaycanın şairlərinin, məşhur insanların, simaların vaxtilə yaşadığı ev muzeyləri ilə tanış olduq. Rekonstruksiya işlərlə tanış olduq. O qeyd edir ki, bu düşünürəm ki, Azərbaycan üçün olduqca mühüm bir haldır ki, buralar yenidən bərpa olur. Azərbaycan xalqı üçün olduqca önəmlidir və biz də bunlardan şahid olmaqdan məmnunuq. Səfər isə davam edir, təəssüratları isə növbəti xəbər buraxışlarımızda ötürməyə çalışacağam. Hələlik isə məndən bu qədər, sözü yenidən studiyaya ötürürəm.